Yasəmən xanım, xoş gəlmisiniz. Biz sizi etiraf layihəsində görməkdən çox şadıq. İnanırıq ki, bugün sizinlə çox maraqlı bir söhbətimiz olacaq. Əslində, mən sizi çoxdan tanıyıram. Hətta bu teatra gəlməmişdən öncə də tanıyırdım, izləyirdim. Amma bura gələndən sonra daha da marağım artdı və bu layihə yarananda fikrimdə var idi ki, mütləq ilk verilişlərin birində sizinlə görüşək. Təəssüf ki, qış fəslində siz biraz xəstə oldunuz, biraz bizim işlərimiz oldu, amma qismət bugünəymiş. Çox şadıq, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm çağırdığınız üçün, dəvət elədiyiniz üçün. Yasəmən xanım, bu yaxınlarda sizin yubileyiniz qeyd olundu teatrda, belə deyək də, yubiley yaşınızı qeyd etdiniz. Ümumiyyətlə, mənə maraqlıdır. Bir aktrisa üçün yubileylər keçirtmək, yubileylər qarşılamaq necə bir hissdir? Valla mən, o hamıda ola bilər, kimdəsə bir darıxdırıcı olur, ya sıxıcı olur ki, yaş üstünə yaş gəlir də. Amma mən həmişə təntənəli olub mənim ad günüm. Həmişə sevinmişəm ad günümdə. Bu ildə doğrudan da çox belə təntənəli elədilər. Naidə xanım da çox sağ olsun, belə xüsusi oldu. Orada bizim aktyorlar da çox belə fəal oldular, çox belə pozitiv bir şey. Hətta mən elə belə gəlmişdim, heç hazırlıq görməmişdim. Baxmayın da, aktrisalar, aktyorlar kiməsə telefonum verir, çək bu şəkilləri, bu əhvalı qalsın da. Mən onu da eləməmişdim. Amma aktyorlar elə gözəl qarşıladılar ki, biri şəkilləri çəkir, biri tortu mən üfləyə bilmirəm, hamısını üfləyə bilməmişdim, onu üfləyir. Biri açkimi aldı əlindən, açkimlə gəlmişdim belə. Yəni belə çox təmtəraqlı oldu, özümə də ləzzət elədi açığı. Sevindisən? Sevindim, çox sevindim. Ümumiyyətlə, həmkarlarınızdan razısınız Yasəmən xanım? Çox razıyam, həmkarlarımdan çox razıyam. Hansı mənada? Nə mənada? Xoş olur mən onları görəndə, sonra xoş deyirəm də, dediyim kimi, xoş günümdə də, sonra belə bəd gün biraz pis çıxır, yəni biraz negativ günlərdə də onları görəndə istərsəməz mən gülürəm, mən biraz dərdimi içimdə məsələn biraz ağır şeyləri verməyi xoşlamıram. Və onlarla ki, mən gülürəm, belə əhvalım yaxşı şeyləri, əhvalım yaxşı eləyən şeyləri danışıram, doğrudan da düzəlir. Yəni insan deməli yönəlir də, insan əgər nəyi içində alqışlayırsa və yaxud da deyirsə, o tərəfə də meyl eləyir. Unuduram o dərdimi, sərimi. Məsələn, teatra gələndə doğrudan mən unuduram. Bizim aktyorları, aktrisaları görəndə doğrudan unuduram. Siz bilirik ki, masalda dünyaya gəlmişsiniz və sənətə gəlişinizdə, biz çəkilişdən əvvəl sizdən söhbət edəndə, siz gülə-gülə dediniz ki, mən də, çünki sizdən əvvəl də başqa bir aktrisamız bizim qonağımız idi. Təsadüfdən isə o da dedi ki, mən gizlin sənətə gəlmişəm, yəni valideynlərim geç xəbər tutub. Dedim ki, siz də dediniz ki, mən 80'lərdə, mən də onlardanam. Mən də 80'lərdən. Yəni, o dövrdə, indi biraz, baxmayın, indi biraz müasirlikdir, internet əsridir, amma o dövrdə çətin olardı. Bunun necə öhdəsindən gəldiniz? Atalar, analar, qohumlar. Ana tərəfi məndə yaxşı olub. Yəni, nə istəmişəm, onu eləmişəm. Yəni, anam həmişə bizə azadlıq verib. Atam ancaq istəyirdi filoloq olum, universitetə girim. Hətta mən dokument də vermişəm, daha doğrusu imtahan da vermişəm, 4-cü imtahandan kəsilmişəm. Yəni, sonra mən fikirləşdim ki, bu İncəsənət İnstitutu əvvəldən başlayır, o bir institutlardan fərqlidir də. Mən başqa çarəm qalmadı. Onda mən gizli girim, bəlkə bəxtim gətirdi, girdim də. Elə oldu ki, mən tez gəldim. Yəni ki, o adından ki, bacım gələ gəzməyə gəlirəm. Belə. Həm də bizim evimiz var idi Bayılda. Yəni ki, tez-tez gəlirdik. Mən demək olar ki, tətilləri biz hamımız ailəvi burada keçirirdik. Mən də o adından gəldim. Gəldim, amma ki, sənətlərimi verdim İncəsənət İnstitutuna, çünki tez başlayırdı. Yəni, siz fövqündəydiniz də ki, bu aktrisalıq sənətidir, siz aktrisa olacaqsınız. Əlbəttə, mən istəyirdim aktrisa olum. Hətta biz 10-cu sinif, biz o vaxt 10 illik idi, 11 deyildi. 10-cu sinif deməli inşalar yazırdıq. İnşada da yazmışdım, amma atam razı olmadı da ki, mən gəlim
İncəsənət İnstitutuna. O istəyirdi filoloq olum. Mən uşaqlıqdan şeir zad yazırdım, biraz qəzetlərdə nə bilim çıxmışdı, hekayəm zadım belə şeylər. O da həvəslənmişdi, istəyirdi ki, mən filoloq olum. Mən də elə elədim. Gəldim, sənədləri verdim. Sonra tez başlayırdı, qəbul oldum. Evə getdim, çəhrayı belə bizim tələbə biletimiz vardı. Onu qoydum stolun üstünə. Hə. Ondan sonra münasibət necə oldu? Münasibət böyük qardaşım biraz yəni pis mövqedə idi bu mənada. O belə baxdı, dedi, daha sənə sözüm yoxdur. Yəni elə bil ki, söhbət bağlandı. Yəni gedib bu cür özü imtahan verib, özü qəbul olub belə. Amma anam yox. Anama demişdim azından, çoxundan nəsə ki, dəqiqliklə yox, amma ki mən yəni incəsənətə verəcəm. Bax, Yasmin xanım, mənim üçün maraqlıdır. İndi biz danışırıq ən azı bir 30-40 il bundan əvvəldən də, düzdür? 80. Hə, mənim üçün maraqlıdır ki, Sovet İttifaqı dövrü, ümumiyyətlə kommunizm rejimi, yəni müəyyən ideologiya vardı ki, ona xidmət eləyirdin və Azərbaycan cəmiyyəti də mühafizəkar bir cəmiyyət idi, şərq cəmiyyəti idi. Bax, yenə deyirəm, bayaq sizdən öncəki aktyorumuz da bizə demişdi. Ümumiyyətlə, əyalətdə yaşayan bir qız uşağı nə baş verirdi, nə olurdu ki, siz həvəslənmişdiniz ki, deyirsiniz ki, inşalarda da yazırdın filan ki, yəni sizin oradan bura gətirir. Düzdür, burada taleyin də rolü var, bunu danmaq olmaz. Amma nə baş vermişdi ki, siz belə həvəslənmişdiniz? Yox, bilirsiniz necə? Kiməsə baxmışdınız, kimsə kumiriniz var idi? Yox, Səmirə xanım, bilirsiniz, o vaxtda Sovet vaxtı elə deyildi. Sovet vaxtı rayon idi, Masallı rayon idi. Amma o şəhər kimi şərait var idi. Məsələn, evimizin özündə bizim şəhər kimi şəraitimiz var idi. Yəni necə şəhərdə bacımgildə, dayımgildə, bizdə də eynilə o şərait idi. Və yaxud da həmişə radio başımızın üstündə idi, eşidirdik. Floranı dinləyirdim həmişə, Flora Kərimovanı, sonra Şoket Ələkbərova, Müslüm Ağamayevi. Yəni bu dərəcədə biz elə şeylərə qulaq asırdıq. Mənə elə gəlir ki, qabaq daha çox biz klassik musiqilərə qulaq asırdıq. Simfonik musiqilər çalınırdı. Daha çox öyrənirdiniz. Radio başımızın üstündə idi. Simfonik musiqilər günorta çağı, günorta konserti. Simfonik musiqidir. Gecə 12-yə 1-ə qədər yadıma gəlməmdi. Yata-yata qulaq asırdıq. Sonra musiqi məktəbi. Hər bir ailədən 1-2 nəfər musiqi. Mənim böyük bacım da getmişdi pianoya, mən də tara getmişdim. 5 il tar sinfi qurtarmışam mən. Nə danışırsınız? Yəni o vaxtı yox, o vaxtın xırdalamaq olmaz. O vaxtı o barədə, incəsənət barəsində çox gözəl idi. Düzdür, birdən televiziya var idi, amma tamaşalar verirdilər, radio tamaşalar olurdu. Şəfiqə Məmmədovanı, Mehdi Məmmədovu mən radiodan onların səslərinə vurulmuşdum. Radio tamaşalarına, yəni heç özlərini görməmişdən əvvəl. Ona görə bizim baqaj var idi. Geniş idi. O toplandı, sizi gətirdim İncəsənət Universitetinə. Ümumiyyətlə, bax, Yasmin xanım, mənə çox maraqlıdır ki, səhnədə ifa etdiyiniz obrazlar içərisində özünüzə ən yaxın olan obraz hansı olubdur? Ümumiyyətlə, olub belə bir obraz, yoxsa oynayırdınız, ifa edirdiniz, səhnədə qalırdı, artıq evdən içəri girəndən sonra hər şey qalırdı səhnədə? Yəni, bir şey deyim ki, Samirə xanım, bu obrazlar elədir ki, hamısı həyatda olan, yəni, o insan obrazlarıdır da. Ona görə bir qadın kimi, bir qadını oynayırsansa, istər-istəməz onda olan nəsə səndə də var. Ona görə hər bir obrazımda, məsələn, özümə oxşar cəhətlər görmüşəm. Var. Hə, hər bir. Deməzdim ki, bir dənəsində görmüşəm. Hər birində görmüşəm mən onu. Məsələn, elə obraz olub ki, onu heç mən çox məşq eləməyə ehtiyacım olmayıb ki, demişəm, hə, nədir ki, bunu mən eləyərəm də, o bu elə mənim içimdədir. Yəni, belə bir şeylər də baş verir indi aktrisalarda, yəqin o cümlədən məndə də. Ona görə mən deməzdim, yəni, o, nə deyirlər, bütün rənglər içimizdə var da, sadəcə o rəngləri oyandırmaq lazımdır. Ola bilər ki, mən insan kimi yaxşı insanam, o pis şeyləri öldürmüşəm içimdə, amma obraz gələndə onu oyadıram. Sizin, Yasmin xanım, birinci yolunuz başlayıb səhv eləmirəmsə Şəki teatrından.
Yox. Mən biz təyinatla getmişik Gəncə teatrına. Aha. Amma Şəkidən də yolunuz keçib. Şəkidən də yolum keçib. Sonra mən orada getdim. Çox gözəl aktyorlar vardı. Ələddin Abbasov, Sədaya xanım, Rəmziyə xanım, ay gözəl aktrisa. Gəncədə. Gəncədə. Mamed müəllim, Mamed dayı deyirdik ona. Çox səmimi insanlardı. Bizi də Küşvər mənim kurs yoldaşımdır, qrup yoldaşımdır daşı. Hətta ondan məsələn getmişdik bir yerdə ki, biz qol çəkməyə gələndə təyinatla, mən dedim ki, orada Göygöl var. Ona görə mən ümumiyyətlə gəzməyi çox sevən adamam. Dedim, gedib Göygölü görəcəyik belə filan. Getdi, Pafos. Mənim də ən zəhləm getdiyi şey Pafosdur. Hətta mən təsəvvür etdiyiniz kimi olmadı. Yox, çox gözəl aktyorlar, çox gözəl oynayırlar, amma qədim stildə, pafosla oynayırlar onlar. Yəni istər-istəməz onların danışığı hətta həyatda da Ələddin müəllim pafosla danışırdı, qəşəng belə. Belə xoş gəlir adama, yəni səmimi qəbul eləyirik. Amma deyirəm ki, mən orada necə özümü təsəvvür edə bilmədim. Hətta rol da verdilər mənə, təzə Nəriman Həsənzadənin Atabəylərdə Gülaçarı oynadım. Mahnılar vardı, mahnıları da oxudum. Orada geniş idi, yəni çox rollar oynaya bilərdin. Yəni baxmayın da qıraq. Nə qədər fəaliyyət göstərdiniz orada? 6 ay. 6 ay. 6 aydan sonra ərizəmi yazdım, çıxdım. Ondan əvvəl ki, Sumqayıt teatrında Əlibala müəllim Əlinur o vaxt direktor idi. O məni institutdan götürmək istəyirdi. Mən amma qaçdım deyərlər də. Məndə qaçağanlıq var axı. Qaçdım Gəncəyə. Sonra mən bildim ki, o məni götürəcək. Ona görə Sumqayıt teatrına gəldim. Sumqayıt teatrında bir 23 ilə qədər işlədim də. Sonra gəldiniz bura artıq. Sonra elə oldu ki, yox, Muskomediyada mən müxtəlif teatrlar dəyişdim. Elə onu soruşmaq istəyirdim ki, Yasemin xanım, bir aktrisa üçün biraz ziqzaqlı yollarınız olubdu. Yəni ki, mən müxtəliflik sevən, bayaq saçdan danışdıq, rəngarənglik sevən adamam. Ona görə, məsələn, nə qədər eyni rejissor, nə qədər eyni... Ona görə mənim ampluam da müxtəlifdir, yəni sevmirəm eyni şeydə qalım. Yəni, orada artıq mənə yox, dəvət elədi. Afaq xanım mənə zəng elədi, Afaq Bəşir qızı. Dedi ki, sən bizə lazımsan, vacib, Muskomediyaya gəlirsən, əlində qaynar qazan olsa da qoy gəl. Hacıbaba müəllim də Bağırov direktoru idi orada. Mütləq gəl. Mən də dedim, yaxşı, fikirləşim, qoy belə falan. Və o fikirləşmək yoxdur, gəlirsən, vəssalam. Sağollaşdıq belə falan. Sonra mən də fikirləşdim, elədim, dedim, mən elə rəngarənglik istəyən adamam. Gedim orada maraqlı, özdə musiqi də var, mənim səsdə meylliyəm, yəni ki, belə falan. Getdim, ancaq 5 iləcən ancaq dözə bildim orada. Niyə? Orada ancaq komediyalardı o vaxtı. İndi dəyişilib, indi gözəl tamaşalar, zadlar qoyurlar. Adı da elə musiqili komediya teatrı idi də. Musiqilər gözəl, məni qane eləyirdi, oxuyurdum orada. Hətta Afaq Bəşir qızı, Bəşir Səfəroğlunun Moskvada teatrı açılmışdı. Ora getdim, aparıcı kimi, həm də rollardan parçalar oynadıq, belə falan. Açılışını biz elədik hətta. Amma ki, mən bezdim. Getdim İrəvan teatrında məni dəvət elədilər bir faciəvi ana obrazına. Ağ ölüm idi deyəsən adı. Barat Haqverdiyevin əsəri idi. Narkoman bir, xəstə bir oğlanın anasını oynadım. O mənə ləzzət elədi. Yəni ki, çıxdım komediyadan. Ondan sonra da yenə də mənə şans gəldi. Yox, qalmadım mən. Mən qalmadım Muskomediyada. Mən oradan ərizəmi yazdım, çıxdım. Dözmədim. Hətta mən görəndən sonra ki, bu dramatik obrazı oynayandan sonra qalmadım. Eyni zamanda Sumqayıtda da oynayırdım. Sumqayıt teatrında da oynayırdım. Amma ki, burada da mənə dedilər ki, bəs şəhərdə də, evimiz də şəhərdədir, şəhərdə də bir teatra sən girməlisən də, heç olmasa. Mən də maraqlandım, Gənclər teatrına daxil oldum. Ondan əvvəlsə mənə dəvət eləmişdilər, Şəki teatrında mən oynamışdım. Murojik'in hadisə, qəribə hadisə idi adı. Murojik'in əsərində mənim kurs yoldaşım
Hikmət gəldi liderə. Mən liderdə dublyajda yazırdım. Gəldi dedi ki, bəs biz istəyirik İstanbula qastrole gedəcəyik bir həftəlik. Bizim aktrisa çıxıb işdən, yoxsa xəstədir, belə bir şey dedi. 20 günə mən ancaq inanıram ki, sən hazırlayarsan. Tələbə yoldaşımdır da. İndi mən yəqin bilib, məsləhət bilib. Mən də getdim. Biz onu hazırladıq. 20 günə mən o rola yiyələndim, hazırladıq. Oynadıq İstanbulda. İstanbulda neçə seanslar hətta oynadıq. Maraqlı bizim səfər oldu. Sonra mən Gənclər Teatrına girəndə o qədər teatr dəyişmişəm ki, özümün də yadımdan çıxır. Gənclər Teatrına girəndən sonra mənə yenə Mirbala müəllim, mən Murojika o xoşbəxt hadisəyə gedəndə o yox idi orada, o Moskvada idi. Moskvada oxuyurdu, işləyirdi, belə bir şeylər demişdilər ki, bizim baş rejissordur, ancaq burada yoxdur belə. O məni dəvət elədi Pəricaduya. Pəricadu obrazına. Və deyilənə görə çox yaxşı ifadə ediniz. O oldu 10-cu ildə. Hətta biz onu gətirdik burada bizim teatrda. Təqdim ediniz. Biz artıq birləşmişdik. Biz 9-cu ildə birləşmişdik bu teatra. Gənclər Teatrı birləşmişdi. Bəli. Ona görə biz elə burada mən Şelkunçikdə oynayırdım. Eyni zamanda o icazə aldılar mənim üçün ki, bəs mən gedim orada məşğul olum belə filan. Mirbala müəllim özü icazə almışdı. Pəricadını biz gəldik burada da oynadıq. Orada bir maraqlı şey danışım. Deməli biz ilk məşqlərinə başlayanda Mirbala müəllim gəldi səhnəyə, dedi ki, sən nifrət elədiyin adamla necə danışırsan, necə baxırsan. Yəni onu biraz da üstünə qoy da belə, yəni nifrət elədin. Dedim, mən nifrət elədiyim, sual verdi də mənə rejissordur. Dedim, mən nifrət elədiyim adamdan qaçıram. Və yaxud da yerdən uzaqlaşıram. O da qaldı da, heç nə demədi. Sonra biz tamaşanı təhvil verdik. Vaqif İbrahimoğlu da gəlmişdi, bizim tamaşaya baxdı, çox xoşuna gəldi. Yəni mənə də xoş sözlər dedi belə falan. Sonra biz gəldik burada oynayanda festivalda, Bakı festivalında, Gənc Tamaşaçılar Teatrında. Onda Mirbala müəllim zakulistdə idi. Həyəcanlı idi ki, görək necə olacaq, indi buradan necə qəbul olunacaq belə. Poklon oldu, yəni təzim oldu. Biz çıxanda səhnədən çıxdıq, gördüm Mirbala müəllim qucaqladı məni bərk-bərk. Dedi, sən nə dəhşətli nifrətin varmış. Dedim, varmış. O bayaq dediyi bir söhbət. Deməli, çıxardırsan içindən. Baxmayaraq ki, mən qaçıram nifrət elədiyim adamdan. Ancaq çıxarmaq olur. Ümumiyyətlə, Yasmin xanım, bax, siz dediniz ki, mən musiqili komediya teatrından bezdim də. Yəni, teatrın özündən yox. Yəni, oranın, belə deyək də, o estetikası falan, repertuarı. Mənə maraqlıdır. Ümumiyyətlə, rejissorlar sizin içinizdəki o dramatik tərəfi, bax, o deyirsiniz, nifrət eləyən, faciəvi, dramatik tərəfləri oyada bildilər? Yoxsa... Ümumiyyətlə, rejissorlar... Ümumiyyətlə, geniş mənada götürən. Mən dramatik rollar çox oynamışam. Sumqayıt Teatrında... Onu yəni tərpədə bildilər, hə? Əlbəttə, mən Sumqayıt Teatrında, mən Danabaşlarda, Cəlil Məmmədquluzadədə oynamışam, Zeynəbi. Sonra Gogoldan oynamışam, Müfəttişdə oynamışam, ananı, qızı da oynamışam. Ananı da sonra oynamışam, yəni yaşla əlaqədar. Nə bilim, subaylarınızdan görəsiniz İsim Əlikzadəni, qoca qadını. Qoca deyəndə yaşıma görə qoca da, yəni cavan da, qoca da, mənfidə, müsbətdə, komediyada, tragediyada mən çox oynamışam. Biz səndə niyə görə sual verdim, Yasmin xanım? Çünki məsələn, mən özüm də, siz mənim belə deyin, mənim də yaşım az deyil, amma siz mənim həm də gənclik illərimdə, yeniyetmə illərimdə biz sizi Seda rolu ilə, Bəxtüzü filmində, Seda obrazı ilə, mən bura gələndə belə gördüm ki, dedim, həmin aktrisadır bu falan. Heç belə maşallah cizgiləriniz də dəyişməmişdi. Yəni ona görə sual verim ki, biraz elə bir ki, sonralar sizi rejissorlar bilir. Ştamp olmadı ki, o Seda obrazı, Seda obrazı. Yox. Yox, hə. Deyim sizə, Seda mənim ilk rollarımdandır. Deməli, eyni vaxtda Leyla Zülfüqarova Dədə Qorqudda ananı mənə vermişdi. Və Sedanı vermişlər. Əvvəldən də belə olub. Elə mən Sumqayıt Teatrına ki, getdim Gəncədən, orada da mənə eləncək. Mən o məşqdə, o kurs işi idi də, onu tez təhvil verməli idik. Ona görə o vaxtlar da dublyorlarla olurdu. İndi dublyor olmur, aktyor qalır yazıq.
Cavadlar, yəni dublyor qəşəng, hətta 3-cü dublyor olurdu. Çox yaxşı. Onda da çox gözəl rəqabət olurdu. Hər dublyorun öz fərqli yanaşması olurdu. Hə, əlbəttə. O istər-istəməz. Heç biz rolları öz tamaşalarımıza eyni cür oynamırıq. Hər dəfə başqa cür oynayırıq. Qalmışdı ki, dublyorlar məsələn fərqli oynayır. Onda da mən dublyorum var idi. Əsas mənə vermişdilər ki, mən elə şeylərə əsas zat baxan deyiləm, amma yəni məni onlar görmüşdülər o rolda. Həyatda şən idim çox belə. Onlar bu nöqteyi nəzərdən mənə vermişlər o rolu. Bir də bir qıza. O məşq eləyirdi, mən amma ananı məşq eləyirdim, Leyla Zülfüqarovada. Sonra o bitdi. Mən də o günün səhərsi, bitən günün, deməli, təhvil günün səhərsi dedilər, artıq sən bəxt üzünün məşqlərinə gəlməlisən. Mən də getdim. Gedən kimi elə məşqin ortasında Valih müəllim qışqırdı ki, aktrisa olar belənçikdə, aktrisa olar. O ləhcə ilə özdə dedi. Ondan sonra Afaq xanım gildə, orada yəni bütün bizim aktyorlar da, öz tələbə yoldaşlarımızdan da var idi. Nərman Zakir, onlar da hamısı məni çox yaxşı qarşıladılar. Yəni ki, o tamaşa bilirsiniz necə idi? İndi deyirsiniz, ilk tamaşalardan idi. Amma rejissor Yusif Əkbərov, ona görə o tamaşanın heç vaxt rejissorunu demirlər, pis çıxmasın. Oturub həzz alırdı. Zalda otururdu, baxırdı, həzz alırdı. Bizim improvizələrimdən hamımızın improvizələrimizdən necə deyərlər, həzz alırdı. Afaq xanımın, Valih müəllimin, elə o biri yoldaşlarında, mənim də. Məsələn, orada siyada ancaq yazılmışdı ki, ancaq qammanı oxuyur da, do, re, mi, fa, sol, la, si, do. Amma mən oraya mahnı saldım. Mən elə bir dilbərəm, onu saldım. Sonra orada moşunun soyuqluğuna görə atıyı takoyu, xaludnayı, kakaya zqırıq və ki, yəni onu mən özüm saldım. Məsələn, əsərdə elə şey yoxdur ki, siyada gəlir, bu mahnını oxuyur və yaxud da nə. Prosta siyada məşq eləyir, mahnıları səsi ilə belə bir şey. Ondan başqa da bizə nə gəlirdi, eləyirdi. Yəni çox təbii tamaşa oldu doğrudan. Nə qədər çox getdi? 100-cü tamaşanı oynadıq biz. Bütün rayonlarda oynamışdıq biz onu. Quba, və qəbul olunurdu, sevilirdi. Nə bilim, Lənkəran, Masallı, hər yerdə oynamışdıq. Bakı deməli Yaşıl teatrda biz onu hətta oynadıq. Sonra Azdramada biz onu 2-3 dəfə oynadıq. Hətta bizim o televiziya çəkilişi vardı. Siz yəqin televiziyada görmüşsünüz də. Televiziya çəkilişi Azdramada çəkilmişdi. Ona görə yəni maraqlı günlər idi. Elə bil ki, özümüz həzz alırdıq, özümüz də rejissorumuz da oturub baxıb həzz alırdı belə. Mən sizi bu teatrda bir neçə tamaşalarda görmüşəm. Ancaq ən çox belə xoşum gələn rolunuz, bilmirəm, mən niyəsə sizi o tamaşada doğrudan da çox sevirəm. Bu, yəni üz-üzə olduğumuz üçün mən bunu demirəm. Həqiqətən də belə xüsusi bir rənginiz var o tamaşada. Kod adı VX-da Liza obrazı. O, yəni ki, o qadının isterikası, o qadının, nə bilim, öz həmcinslərinə qarşı belə müəyyən mənada xəyanətimi deyək, necə deyək. Ümumiyyətlə, necə oldu o kollektiv surətdə elə bir obraz, iş prosesi, vətən xainlərinin arvadları və sizin obrazınız. Biraz fərqli obraz idi orada. Fərqli idi. Amma əslində bu Liza da özünə görə haqlı idi. Liza kristal kommunistlərdən idi. Yəni ki, mən özüm üçün belə onu aşılamışdım özümə. O daha çox ideyaya inanan bir adam idi. Ona görə də əsəbləşirdi bunların. O inanırdı ki, Əhməd Cavad səhv eləyib də, yəni bizim dövlətə qarşı çıxıb. O ürəkdən inanırdı. Yəni istinə, həqiqətən buna inanırdı. Ona görə də nifrət eləyirdi. Onun nifrəti coşqun. Müdafiə eləyirdi öz həqiqətini. O Stalini, yəni ki, öz partiyasını müdafiə eləyirdi. Amma o axırda başa düşür ki, bütün bunlar yalan imiş. Ona görə də o çox sınır da, yəni. Ümumiyyətlə, amma Liza dövründə deyim ki, sizə mən çox əziyyət çəkdim. Yəni Lizanı oynayanda deməzdim. Yəni elə bil ki, mənim o rol ərəfəsində necə deyim sizə, dözümümün sınağı oldu. Yəni ki, mən həm necə deyim, dözümlü adamam, həm də ki, səbirsiz adamam. Düzdür, hamımız da belədir. Amma dözümüm də çox güclüdür. Yəni bir şey dözməliyəm deyə dözürəm də, mən vacibdir onu dözmək. Yəni o mənada deyirəm ki, o mənim dözümümün sınağı oldu və uğurlu oldu.
Rolü deyə bilmərəm, rolü tamaşaçılar desin təbii ki, onun nə dərəcədə uğurlu olmağın və gəlib çox-çox adamlar, tanışlar da, uzaqlar da, mənim dublyaj dostlarım da televiziyalardan gəlib baxıblar, çox xoşlarına gəlib belə. Yəni mən burnum sınanda da aktrisalar qoruyurdular məni ki, yıxılarsan burnuma bir şey olar. Yəni kütləvi tamaşalar, kütləvi yerlərdə, səhnələrdə, məsələn, qoruyurdular məni. Mən heyran oldum bizim teatrın aktrisalarına, aktyorlarına, konvoylar, hətta o kişilər. Elə səhnə hərəkəti keçmişik də biz institutda. Elə manevrlar eləyirdilər, elə döyürdülər ki, məni, amma onlar mənə heç toxunmurdular demək olar ki. Yəni burnum sınandan sonra xüsusilə. Sağ olsunlar. Ona görə mən deyirəm, məsələn, bəd gündə də, xoş gündə də, deyirəm, bu yubileyimdə də, orada da mənə, məsələn, dayaq oldular. Mən onların sayəsində, deyirəm, o dözümümün sınağından çıxa bildim. Yoxsa çox çətindir. Həm mənəvi, həm cismani zədə alasan və mən deməli, məşqdə yıxılmışdım. Artıq mən sınmışdı burnum, həkimə də getmişdi. Həkim demişdi, hərəkət eləmək olmaz. İlham Əsədova da tapşırdı həmkarlara, dedi ki, olmaz, hərəkət qətiyyən olmaz. Mən onun sayəsində, iynələrin sayəsində, bir də deyirəm, həmkarlarımın sayəsində, onların mənə ürək dirəyinin zənglər elədilər, danışdılar, çox sağ olsunlar. Ümumiyyətlə, Yasəmən xanım, mən çox eşitmişəm ki, bax, aktyorlar deyiblər ki, misal üçün 40 dərəcədə qızdırmada səhnəyə çıxmışam və yaxud da deyiblər ki, tutaq ki, güclü ağrı kəsicilər vururdum, belim, ayağım, məsəl üçün hansısa tuturdu, ya başım və yaxud da əməliyyatdan çıxırdım və yaxud da tutaq ki, da uzaq olsun, valideynimi dəfn eləmişəm, amma axşam səhnəyə çıxmalıyam. Bax, nə baş verir ki, aktyor yenidən doğulur, səhnəyə çıxır. Bu nədir? Bu bioloji faktdır, yoxsa borcdur, yoxsa peşə məsuliyyətidir? Bilirsiniz, o məsuliyyət, o sözlər, yəni danışanda deyirik. Amma o səhnəyə çıxanda onların heç birisini xatırlamırıq. Sadəcə gəlir sənə. Gəlir ki, bunu oynamalısan. Onu elə, mən deməli, o ağır iynələr vurulmuşdu. Mən dedim, premyeradır da, 2 gün premyera dalbadal oynamalıyam mən. Mən çıxdım, ancaq dedim ki, öz rol, o nədir, kütləvi səhnələrə gəndə, kütləvi səhnələrdə o artıq oynamayım da, elə danışmışdıq. Mən, nə deyim, bir yerində gəldim, o qışqırıram, bunların başına qışqırıram, qızların, nədir, danlayıram onları, deyirəm ki, bəs belə də. Sizin yerləriniz çox emosional, bəli. O yerdə birdən məndə ağzım, doğrusu ağzım açılanda iynələrdən sonra sevinmişdim. Uca açıldı da, artıq ağzım açılıb, vəssalam, mən danışacağım, keçəcəm. Orada məndə elə bir ilişdi. Aça bilmədim bir anlıq. Dünya fırlandı beynimə. Dedim, yarımçıq qalacaq rolum. Axı bilirəm ki, mən burnum sınıb, mən dərmanların deyirəm, təsiri getdi. Bir anlıq beyində bilirsiniz necə, ildırım sürətində 1000 dənə fikir keçir. Çox praval oldum, iynələrin təsiri getdi, indi yıxılacam yerə. Belə şeylər sonra açıldı. Elə ki başladım, ardı getdi. Sonra qızlardan soruşdum, aktrisalardan. Dedim, siz hiss elədiniz orada mənim donuqluğumu? Dedi ki, yox, bilmirik, harada? Həmən yeri dedim də, dedim, orada deyirəm ki, hamınız aldanırsınız, nə bilim, nə belə mövqedə də söhbətlər zaten. Dedi, yox, heç hiss eləmədi. Deməli, onu mən içimdə keçirmişəm, üzümdə bilinməyib yəqin, içimdə gedir də. Həm də o tamaşa elə bir tamaşadır ki, orada hamının başı özünə. O da ola bilər. Hamının orada yükü ağırdı, bütün aktrisalarımızın, aktyorlarımızın, hamı öz dərdi. Sonra başqa tamaşada mənim qardaşım təzə rəhmətə getmişdi. Sağ olun. Özdə Masallıya qastrolya gedirdik. Gör necə, təsadüf. Getdim mən, yəni 40-ı çıxmamışdı, mən getdim orada oynadıq. Sabir Rüstəmxanın əsəri idi, deyəsən, belə bir əsər idi. Başqa dublyorumuz yox idi, o elə əsər idi ki, orada dublyor eləmək olmurdu da. Yəni ki, mən getdim orada, məsələn, oynadım, nə qədər pis olsam da. Bax, indi Yasəmən xanım, siz danışırsınız, mən siz danışdıqca sizin o, belə deyək də, plastikanızdan, üz cizgilərinizdən, misal üçün, gah gözümün qarşısına Medeya obrazı gəlir, gah, nə bilim, Fedra obrazı
razı gəlir, gah belə nədənsə faciəvi obrazlar və biraz da belə havalı obrazlar. Misal üçün də Maria Callas gözümün qabağına gəlir ki, o Pazolina'nın filmindəki o Medea obrazı necə. Ümumiyyətlə sizin ürəyiniz arzuladığınız rollarınızı sizə verdilər. Yəni sizə bu rolları ifa edə bildiniz. Mənim dediyim rolları yox, özünüzün ürəyiniz istəyən obrazları. Bilirsiniz necədir Səmira xanım? Mən heç vaxt rejissordan rol istəməmişəm. Niyə? Bəlkə istəmək. Bax bunu dəfələrlə deyirlər. Bəlkə istəmək lazım idi. İstəməmişəm mən. Mən belə olmuşam. Mən rejissorlardan rol istəməmişəm. Amma rejissorlar mənə həmişə rol veriblər. Məsələn, ola bilər indi əvvəl biz indi narazı olaq ki, bu rolu mənə veriblər. Amma işləyəndən sonra, oynayandan sonra, yəni işin içinə girəndən sonra mən heç vaxt narazı qalmamışam, açığı. Həmişə ürəyim istəyən demişəm, bu da tutaq ki, ünvansız qatarda Tellini vermişdilər mənə. Mən orada məsələn kəndçi qadındır, özü kəndçi aksenti ilə danışmalıdır. Mənə qəribə gəldi ki, düzdür, oynamışdım. Mən kəndçi rollarda oynamışdım Sumqayıt teatrında. Sonra Mono Tamaşam var idi. Orada Vaqif Əlixanovun əsəri vardı, Qaçqın Qarı. Bəli. Başdaşı idi əsərin adı. Mən onu Mono festivalda oynamışdım məsələn. Ləhcə ilə öyrənmişdim, o ləhcədə danışmışdım. Amma neçə illər keçib üstündən yadırğamışam da, baxmayın. Sonra amma mən oynayanda həzz aldım məsələn. İndi belədir də, indi açığın deyək. Aktyor özü həzz alırsa, deməli tamaşaçı da həzz alacaq. Belə mən düşünürəm. Mən həzz aldım məsələn orada. Amma o deyirsiniz məsələn elə rollar, onlar da ki biraz indi elə əsərlər çox da götürmürlər. Götürəndə də vallahi mənə versələr məmnuniyyətlə oynayaram. Ancaq xüsusilə mən bu rolu düşünüm, oynayım məsələn elə şeyim olmayıb, ancaq bu dediyiniz o qlobal rolları çox istəyərdim oynayam. Hər hansı birini, demirəm xüsusən birini, hər hansı birini məsələn istəyərdim məmnuniyyətlə oynayım, canımı qoyum, yəni ürəkdən. Ümumiyyətlə özünüzü Yasmin xanım zəhmətkeş aktrisa hesab eləyirsiniz? Yoxsa biraz belə bir ifadə var ki, teatra çox ciddi yanaşmaq olmaz, yoxsa teatr adamı yaman günə qoyar. Mən bunu çox bu mənada, yəni teatra, ümumiyyətlə sənətə, obraza həddindən artıq ciddi yanaşırsınız, yoxsa buraxırsınız hər şeyi həyatın öhdəsinə? Bilirsiniz necə? Bizi institutda Nəsir müəllim bizə aşılayıb ki, əsas teatrdır, əsas sənətdir. Məktəb vaxtı da məndə elə olub. Mənim ədəbiyyat müəllimim, mən humanitara meylli idim də. Gedirdik məşğələlərə o vaxtı. Deyirdi ki, indi siz heç nəyə özünüzü həsr edə bilməzsiniz, filmə də baxa bilməzsiniz, siz ancaq hazırlaşmalısınız instituta. Ondan sonra biz instituta da girdik, instituta da belə oldu. Nəsir müəllim də, yəni biz elə aşılayanda adam özü də elə formalaşır. Biz teatrdan başqa, məşğələlərdən başqa heç yerə gedirdik, kinolara zada gedirdik. Amma ki, özümüzün şəxsi yəni işlərimiz heç olmadı demək olar ki, institut vaxtı. Elə məşqlər oldu, elə tamaşalar oldu. Gülün civarı bazlar qoymuşdu Nəsir müəllim. Ondan sonra Stanislav Strativin avtobus əsərini qoymuşdu. Orada qadını mən oynayırdım. Yəni ki, xarici əsərlərə meyl bizə çətin, yəni nəyə görə deyirəm xarici əsərləri? Bizim əsər bizimdir, bizim üçün daha asandır. Biz onun nənələrimizi, babalarımızı görmüşük də, asandır. Yəni biz əvvəldən elə çətinə bizi meyilli eləyib. Onları duymaq, xaricini duymaq daha çətindir bizim üçün axı. Özü tələbə vaxtı, yəni cavan vaxtı. Ona görə biz yəni ki, ciddi yanaşmağa məcbur oldunuz. Ciddi yanaşmağa məcbur olmuşuq. Həm də ki, demişik ki, biz qurban verməliyik özümüz. Qurbanla böyümüşük. Bizim nəsil hamısı qurban deyir. Teatra qurban getməliyik. Amma mən belə indi adam yaşlandıqca başa düşür ki, yox, qurban deyil. Bütün dünya qurban eləmir. Bütün dünya həyatını da yaşayır. Teatrda yaşayır. Mən uşağımı evdə qoymuşam, kalaskada çıxıb getmişəm məşqlərə, ya tamaşaya. Yasmin xanım, ümumiyyətlə aktrisanın şəxsi həyatı olmalıdır? Əlbəttə olmalıdır. Şəxsiyyət mütləq olmalıdır. Onu biz düzgün başa düşməmişik. Mən onu indi... Gec deyirsiniz. Çox gec anlamışam. Şəxsi həyat olmalıdır. Necə biz xarici aktrisalar o cür qəşəng tam filmlərdə oynayırlar, tamaşalarda oynayırlar. Öz həyatları da çox zəngin, tamaşadan da zəngin öz həyatları, filmdən də zəngin öz həyatları olur belə. Amma biz qurban olmalıyıq. İncəsənət qurban tələb edir. Yasmin xanım, bax sizdən əvvəl də mənim bir neçə qonağım olubdu. Onlar dublyajla
çox məşhur olublar. Yəni hətta keçən dəfə Xalidə xanım dedi ki, mənə deyirdilər ki, səsinizlə evə qonaq gəlirsiniz. Nəsə belə bir ifadə var idi. Amma bir fikir də var ki, indi sizinlə bizim söhbətimiz səmimi alındığı üçün mən sizə bu sualı verə bilərəm. Bir fikir də var ki, deyirlər ki, dublyaj müəyyən mənada aktrisanın həm də səsini korluyur, onun nə bilim teatrallığına zərər vurur. Bax, buna münasibət. Çünki mən bilirəm ki, siz də dublyajlarda çox iştirak eləmisiniz. Yox, Samira xanım, mən elə şeyləri sevmirəm. Məsələn, kinoya da gedəndə deyirlər ki, teatraldır bu, pafosu var, nə bilim nə. Yaxşı rejissor onu pafosdan da çıxara bilər. Yaxşı rejissor onu teatrdan da kino şəraitini yaradıb. Rejissor mən ona deyirəm ki, aktyor üçün o şəraiti yaratsın, aktyor özünü realizə edə bilsin. Necə biz gedib təbii danışırıq dublyajda. Necə ola bilər ki, dublyaj bizim səsimizi korlasın? Onu demirəm indi hansı aktrisa, hansı aktyorsa çox belə ayırır dublyajı səhnədən. Mən şəxsən ayırmıram. Belə səhnədə danışdığım kimi dublyajda da təbii danışmağa çalışıram. Yəqin ki, nail oluram və yaxud da kinoda da. Amma o rejissor ki, səndən səhv tutur, buyur, səhv tutursan, sən bunu elə. Mən getdim, tamaşaya baxdım, məsələn, Azdramaya. Çox pafoslu aktrisaları elə qəşəng işlətmişdi ki, rejissor. Mənim xoşuma gəlmişdi. Elə bil ki, həyatda danışır. Yəni, deməli, nail olmaq olur. Ona görə mənə elə gəlir, rejissordan da çox şey asılıdır. Təbii ki, bizdən də. Bir övladınız var və övladınız sizdən uzaqdadır. Necə oldu ki, bir övlad və qəribçilik? Nə bilim, əslində mən özüm onu göndərdim. Çünki o da incəsənət sahəsini bitirib. Qorxdunuz ki, aktrisa olar? Mən istəmirdim, o aktrisa düzdür, onu istəmirdim. Uşaqlıqda çox tamaşalarda oynayıb, dəhşət. Amma mən istəmirdim aktrisa olsun. Bu da İncəsənət Gimnaziyasında amma oxuyurdu da, yəni. Orada Gülbəniz xanıma valih oldu, rejissor olmaq istədi. Gülbəniz Əzimzadə, onun müəllim, sənət müəllimi idi. Rejissor olmaq istədi, daha mən də, nə bilim, çox çək-çevirdən sonra istəmirdim getsin. Hətta onu pianino məktəbinə qoymuşdum ki, o tərəfə meyl eləsin, bizə səhnəyə meyl eləməsin. Əslində elə pianino da səhnədir də, amma güya da indi öz təsəvvürümdə güya onu bu tərəfə. Yox, o elə deyirəm də o İncəsənət Gimnaziyasında oxuya-oxuya meylləndi rejissorluğa, sənəd verdi, qəbul oldu. Tariyel müəllimin tələbəsi idi, televiziya rejissoru. Böyük bal topladı. Onun müəllimləri dedi ki, sən hüquqa girə bilərdin bu balla. O vaxt 500 bal böyük bal idi. Hüquqa da girə bilərdi. Dedi, yox, mən rejissorluğa. Mənə də anam azadlıq verib, mən də daha ona mən də azadlıq verdim. Niyə istəmirdiniz ki, aktrisa olsun? Çox çətindir. Nədir çətinliyi? Yəni, o dediyiniz şeylər, o həyatını yaşaya bilmirsən. Yəni, səhnəyə özünü tamam verirsən, həsr eləyirsən. Həmişə zəng gözləyirsən. Dublyajdan zənglər gözləyirik həmişə və yaxud da filmlərdən zənglər. Deməli, getdi. Mən onu İstanbula dedim ki, heç olmasa magistra, o qutarandan sonra burada dublyajda da yazırdı. Dostları var idi dublyajda. Xəzərdə çox yazırdı. Çox onun dostları var idi, orada nə bilim rejissorlar söhbət də eləyirdilər, yəni əyləncəli idilər. Dedi, yox, mən burada dostlarım var, mən getməyəcəm. Dedim, yox da magistru qutar, yenə gələrsən. O da magistra verdi, qəbul oldu. Radio, televizyon, sinema. O orada qəbul olandan sonra dedi ki, yox, mən gələcəm mən Bakıya, mən orada qalmayacam. Elə oldu ki, öyrəşdi, qaldı. Sonra onun tələbə yoldaşı da, düzdür, ondan çox böyükdür. Nə vaxtsa o televiziyada işləyib 10 il, magistr, onlarda belə bir qanunlar var. Magistrdan çıxıb. İndi təzədən qaydanda bu cavan pokoleniya, yəni cavan nəsillə birləşməli olub. Orada da ona rast gəldi. Sonra evləndilər. Belə oldu da orada. Məndən uzaq düşdü. Özüm özümə külü gözümə deyirlər. Qıraq olsun. Məsəl üçün də yəni. Çox sağ olun. Gözü dolusu görəsiz. Yasmin xanım, mən yadıma gəlir ki, təxminən bir il, 2 il bundan əvvəl idi. Sizin ad gününüzü təbrik eləmək lazım idi və biz rəsmi səhifəmizdə sizin doğum gününüzü təbrik elədik və orada
texniki olaraq sizin soyadınız səhv getmişdi və siz buna belə deyək də çox belə pis olmuşdunuz. Biz hətta sizinlə söhbət də elədik və dediniz ki, Malik təxəllüsünün mənim üçün xüsusi bir əhəmiyyəti var. Mənə danışmışdınız, mən onun tarixini bilirəm. Mən istəyərdim ki, biraz da tamaşaçılarımız bu təxəllüsün. Çünki adətən yazıçılar, şairlər tərəfindən təxəllüs götürülür. Aktrisalar, aktyorlar nadir hallarda, yəni soyadları ilə gedirlər. Amma sizdə biraz fərqli situasiya baş vermişdi. Məndə bilirsiniz necə, biz uşaqlıqdan bayaq dedim sizə, mən ədəbiyyata meylli idim, şeir yazırdım. O 20 dəqiqəlik tənəffüslərdə çıxış edirdim. Hələ 1-ci sinifdən. Mənim futbolçu qardaşım, mənim ilk müəllimim. Belə şeirlər yazmışam mən. Qardaşım amma dəqiq elmlərə meylli idi. Məndən 3 il böyük idi, Malik. O həmişə deyirdi, çox sevirdi kimyanı zadı. Mən də ədəbiyyat tərəfi, belə inşaları zadı çox gözəl yazırdım. O gözəl şey belə, yəni də fərqli idi bu dərəcədə. O deyirdi ki, bir 4-cü, 5-ci sinifdə oxuyanda deyirdi ki, mən fizik olacağam, kimyaçı olacağam, Maliki Yəhya qanunları olacaq. Yəhya atamın adıydı. Mən də bundan belə təsirlənirdim. Deyirdim ki, mən də şeirlər yazacağam, ədib olacağam. Yasəmən Cahan. Cahan da anamın adıydı. Sonra elə oldu ki, biz böyüdük, belə bir-birimizlə yarışa-yarışa. Sonra mən dediyim kimi aktris olmaq istədim. O da pilot olmaq istədi. Amma elə oldu ki, o çox cavan yaşında getdi, rəhmətə getdi. Neçə yaşında? Xəstəliyi var idi. 37 yaşı tamam olmadı. Yəni 36 yarım belə. Allah rəhmət eləsin. Sağ olun. İndi düzdür, ölümlər cavanlaşıb, amma o vaxtı bu çox gənc yaş sayılırdı. Həm də ki, bunun yaşı sayılmaz da. İstər-istəməz o həm də mənə çox ailəmizdə ən doğma adam idi. Biz dediyim kimi də uşaqlıqdan bir-birimizlə söhbət eləyirdik belə. Arzularımızı deyirdik bir-birimizə. O rəhmətə getdikdən sonra, yəni o xəstə idi, yəni ciyərlərindən əlaqədar, hətta atam rəhmətə gedəndən sonra anam onu Rusiyaya da apardı, Moskvaya müalicəyə də apardı. Mümkün olmadı, biz ona yardım eləyə bilmədik. Mən də o cümlədən. Sonra o rəhmətə gedəndən sonra mən heç olmasa adın götürüm, adın yaşadım, özün yaşada bilmədik. Heç olmasa adın yaşadım. Elə oldu, yəni o adı götürməyim. Qardaşınızın adı? Hə. Ümumiyyətlə çətin oldu qardaşınızdan sonra? Çətin necə, bilirsiniz necə? O deyir, zaman yaddan çıxarır, yox, unutdurur. Unudulmur. Yaranın üstü köz bağlayır sadəcə. O közü hər qoparanda da, yəni sən olmursan, necə deyim, amma özünə onu yaşayan kimi götürəndə bu daha asan olur. Elə bil ki, mən hər çətin məqamımda, hər belə pis situasiyalara düşəndə onu yanımda hiss eləyirəm. Onu elə bil ki, mənə köməkçi hiss eləyirəm. Ona görə də o barədə deyim ki, elə bil onu yaşadıram. Elə bil ki, necə deyim, mən həmişə deyirəm ki, mən tək yaşamıram, mən onu da yaşayıram və yaxud da anamı da yaşayıram. Elə bil onların da illərini yaşayıram. Bu nöqteyi nəzərdən asan olur demək olmaz, ancaq ki rahat olur. Yanında hiss eləyəndə rahat olur yəni o mənada. Elə amma çətindir. Doğmaları itirmək doğrudan çətindir. Allah rəhmət eləsin, Yasmin xanım. Siz bilirsiniz ki, biz sizə təşəkkür edirik əvvəla. Gəldiyinizə görə, bizim verilişimizə fərqli bir rəng qatdığınıza görə təşəkkür edirik. Bilirsiniz ki, bizim verilişimizin sonunda etiraf bölümü var. Mən indi gedəcəm. Siz ürəyiniz istəyən bir etirafı kameraya, tamaşaçılara eləyərsiniz. Çox sağ olun. Siz sağ olun, Samir xanım. Təşəkkür edirəm dəvət elədiyiniz üçün. Etiraf.
etiraf edeyim ki, mən ömrüm boyu çox imtina eləmişəm. Çox şeydən imtina eləmişəm. Yəni yaradıcılıqda, dostluqda, yoldaşlıqda, adi insani münasibətlərdə, yerlərdə, teatrlarda, yəni imtinaçı olmuşam. Həmişə imtina eləmişəm. Amma ki, hətta bu imtinalar mənə zərər verib, tutaq ki, şansımı bağlayıb. Amma ona baxmayaraq mən deyərdim ki, peşman deyiləm. Çünki o imtina edilməli şeylər olub ki, mən imtina eləmişəm. Ona görə də peşman deyiləm. O başqa söhbət ki, mən kaş bu şeylər olmayaydı, mən də imtina eləməyəydim. Amma olubsa, imtina eləmişəmsə, deməli belə lazımıymış. Amma mən indi arzulayardım ki, heç vaxt başıma elə işlər gəlməsin ki, mən imtina eləməli olum. Elə sizin də. Başımıza gəlməsə, imtina da eləməliyik. Yəni, qoy başımıza yaxşı şeylər gəlsin, sevdiyimiz işlər gəlsin, bizə xoş təsir edən şeylər gəlsin ki, biz məmnuniyyətlə qəbul edək. Belə arzularla ayrılıram sizdən. Yəni, imtina eləməli işlər başımıza gəlməsin.